Bu videoda 24 saat tərsinə bir gün keçirdəcəm. Video boyunca bir gün ərzində nə yaşasam tərsinə yaşayacağam. Tərsinə yeməklər yeyəcəm, küçədə tərsinə gəzib insanların reaksiyasına baxacağam, tərsinə su içəcəm. Amma gəlin indi ən əvvələ qayıdaq. Həmişəki kimi bu gün də çox normal başlamışdı. Təbii ki 24 saat tərsinə bir gün keçirmə videosunda belə ola bilməzdim. Ona görə məni bir dəqiqə gözləyin gəlirəm. Bugünkü geyimim belə olacaq uşaqlar. Arxadan quyruqlarım da var. Bir də buna bax, buna bax. Əslində köynək çox da bilinmir, şalvar çox bilinir. 24 saat tərsinə bir gün keçirmək başlasın. Az qala bilmərəm uşaqlar, video tərsinə bir gün keçirmə videosudur. Mən də kalbasa çörəyi yeyəcəm. Amma necə yeyəcəm? Bugünkü kalbasa çörəyim belədir uşaqlar. Kalbasa arasında çörək. Çox dadlıdır uşaqlar. Həmişə çörək arasında kalbasa yeyəndə ürəyinizdə qalır ki, ayda kalbasa az oldu. Amma belənçi. Nəysə, çıxaq indi. Köynəyim və şalvarımda olduğu kimi ayaqqabını da əlbəttə ki tərsinə giyinəcəm. Necə? Sağı sola, solu sağa. Uşaqlar, bu daban keşiymiş ya, Azərbaycanca rajok deyil, bilirsiniz. Mən bu videonu çəkmək qərarı alanda kimə dedimsə hamı mənə dedi ki, utanmırsan elə şey eləməyə. Mən də dedim ki, izləyicilərimə görə hər şey eləyərəm. Mən gic zat deyiləm ki, normal insanlar kimi darvazadan çıxım. Təbii ki, hasardan tullanacağıq. Getdi ya Allah. Salam uşaqlar, necəsiz? Videonun bu hissəsində videoya like atmağı, kanala aşağıdan abunə olmağı unutmayın. Hündürlüyü sizə belə göstərim. Bizim ekip sağ olsun məni burada qoymaq istəmədi deyə nərdivanı ora qoydular. İndi nərdivandan düşəcəm. Qorxuram. Çox zor videodur. İndiyə qədər çəkəndə ən əyləndiyim videodur. Üstüm başım biraz batdı, eyb yoxdur, onsuz tərsinə giyinmişəm. Bu dəqiqə batmaq önəmli deyil. Gedək, bütün gün ərzində nə yaşayacamsa hər şeyi tərsinə eləyəcəm. Gördüyünüz kimi atamın maşınının qabağındayam. Heç nə, maşına minə indi gedək. Nə edirsən ki? Video çəkirik. Nə videosu çəkirsiniz ki? Tərsinə bir gün keçirtmək. Sizin niyə qatlayırsan ki? Yəni ki, yox, maşını tərsinə sürəcəyik. Gic elədiyim mən, qoy mən öz bildiyim kimi də açdım. Nə edəcək indi? Maşını tərsinə sürəcəyik. Sizin niyə qatlayırsan? Sidenkan qatlamaqda çünki mənim oturuşum da fərqli olmalıdır. Belə oturacam mən. Maşında belə oturmurlar ha. Allah, nə edirsən? Valla şitiz al sındırdın neysən, sən xəbərin var. Qapı açıq yeyəcək indi. Yox, qapı da bağlı olacaq. Hə. Neden YouTube kanalıma abone olmuyorsunuz? Sürməyəcəksən indi. Arxa-arxaya haracan verim ilkin? Arxa-arxaya şəhərəcən gedəcəyik. Dəlisən, sən orada arxa şəhərəcən gedə ilkin. Düz oturmasın, sən belə əyri otursan, otur. Amma ki, yolda saxlayanda cərimə özün ödəyirsən, razısan? Yox, onda düz oturam. Hə, onda düz otur. Uşaqlar, ata mənə qoymadı tərsinə getməyə. Onda sarı olar mən fırladım. Hə, açarı tərsinə fırlatsan, sən tərsinə getmə. Yox, tərsinə fırladım. Uşaqlar, 18 yaşım var, açar fırlatmağı təzə öyrəndim. Tərsinə bir günümüz davam edir, görək başımıza başqa nə gələcək. Bu geçen bir araba bizim sokaktan. Çox sağ ol ata. Yaxşı yox. Nə edirsən? Pəncərədən düşürsən, hə? Dəhşət adamsan, sən ilkin. Tonana. Çox sağ ol ata. Atam getdi, mən də qaldım burada. Ağzımıza gələn bir yerdə düşmüşük, buralar səhralıqdır. Yəni uşaqlar videonu başa düşdünüzsə, normal bir 24 saat keçirdirəm və gün ərzində nə edirəmsə onun tərsinəsini eləyirəm. Məsələn, yanımızda zibil qablar var. Normal insanlar nə edirlər? Zibili evdən götürürlər, gətirib zibil qabına atırlar. Amma mən nə edəcəm, mən normal deyiləm axı. Buradan nəsə götürək. Bu nədir? Bu nəsə təzə atılıb, bunu götürək. Əla, bunu indi aparam evə qoymaq. Mən axır evdən qovacaqlar bu videolara görə. Heç kimin xəbəri olmadan sakit-sakit bu zibili evə qoyub qaçacağam. Çünki bilsələr qovarlar məni. Ay, belə uşaq olar ha, evə zibil atdım, qaçdım, mən videoya görə nələr edirəm ha uşaqlar. Utanmadım da deyil ha, utandım da. Uşaqlar, şəhərə gedəcəyik ki, insanların daha çox olduğu yerlərdə insanların reaksiyalarını görək. Avtobusla ilk öncə metroya getməliyəm. Bu avtobusun da son nöqtəsi buradır uşaqlar, yəni konec deyirləri burada. İndi dayı şübhələnməsin, kameraya indirir, minəndə ödəniş eləyəcəm. Bildiyiniz kimi kartsız olan avtobuslarda adətən düşəndə ödəniş olunur. Biz isə ödənişimizi minəndə edib sürücünün reaksiyasına baxmaq istədik. 2 nəfər dayı, Qarayevdə düşəcəyik. Dayı heç bir reaksiya vermədi uşaqlar. Görək bizim minəndə pul verdiyimiz düşəndə dayının yadında olacaqmı ya yox. Biz minəndə verdikləri otomda dayı. Gəl hadi. Dayı yenə reaksiya vermədi də. Vermədi uşaqlar. Kadr çəkərkən başımıza belə bir maraqlı hadisə gəldi. Yanımızdan keçən xanımlar başqa video çəkdiyimizi sandılar. Uzaqlamaq lazımdır. Yo. Amma onların dediyi videonu 2 il qabaq mən çəkmişəm. Kanalımdan gedib izləyə bilərsiniz. Çox sağ ol. Thank you very much. Salam aleykum. Şükür Allah, siz necəsiniz? Gördüm baxırsınız. Bir də onlara şəkil çəkdirək sizlə.
Həmişə baxanlar gəlir şəkil çəkdirir. Bu video tərsinə bir gün keçirtmək videosudur. Ona görə mən baxanlarla şəkil çəkdirirəm. Öpürəm, sağ olun. Bizim telefonumuz yok idi. O uşaqların telefonu yox imiş. Gedək. Uşaqlar gələn keçən hamı mənə baxır. Utanıram. Üzlərini çəkə bilmərik çünki sonradan şikayət zad eləyərlər. Amma yəni hamı baxır bu dəqiqə utanıram da bulvarda belə gəzdiyimə. Ən əsas da arxadan iplərim sallanır deyə quyruğuma görə baxırlar. Quyruğuma baxın siz də. Sadəcə bundan verə bilir misin bana? Biz tərsdən bir gün keçirmək çəkiyoruz. Sadəcə bundan götürə bilir miyim? Evet. Kaç manat? Tamam onu istemiyoruz. İstəməz? Təşəkkür ederim. Uşaqlar sağ olsun məndən pul almadı. Bax yeyirəm bax ASMR. Normal dondurma yeyə bilmərəm çünki mən bu gün normal deyiləm. Mən anormalam. Tərsinə tutum yeyim gözlə. Uşaqlar normal dümdüz yeri yerdim. Sadiq başıma qapaz qoydu ki, dedi dümdüz nədir? Xeyr, sən normal gün keçirdirsən, tərsinə gəz. Mən də heç nə bulvarın ortasında tərsinə gəzirəm. Oradan necə görsəndiyim mənə maraqlı deyir uşaqlar. Sadiq səncə düz adam gəlir kimi görsənir? Həm hə, həm yox. Axşam xəbərləri çıxmasa yaxşı deyib paylaşacaqlar ki, Qulyabani peyda olub Bakı bulvarında. Günorta yeməyi olaraq KFC qanadlar almışıq. İlk öncə yemədən qabaq hər dəfə olduğu kimi qardaşımız sizə öz ədəfəsini verir. İndi Mr. Beast öz abunələrinə 1 milyon zat paylayır, biz də ədəbi paylayırıq da. Mən tərsinə bir gün keçirdirəm deyə bunun özünü yeyə bilmərəm bildiyiniz kimi. Özünü belə ayırırıq. Bəhbə, canım bir dənə çəkir. Ətini ayırıram, sümüyü götürürəm. Bunun ətini Sadiq yeyəcək. Sadiq elə şeylər yeyir, mən də bunu gəmirirəm də. Toyuqlar çox acılı idi deyə gəlmişəm indi ağzımı yaxalamağa. Nə edirsən hə? Birinci əlləri qurula. Birinci əllərimi qurulayacam, sonra yuyacam. Sadiq bəy elə istəyir. Ha, bilimir acılı qanad videosudur. Ya tərsinə bir gündə acıdan öldüm hə. Dodağım qızardı. Biraz meyvə tərəvəz yeyir uşaqlar. Pişik çək. Merhabalar. Necəsən? Necəsən? Gəl. Gec oldu pişik. Qorxdu ya la. Nəysə, gedim əllərimi yuyum. Əslində yumuram, proza mamam bilsin deyə. Mama, Allah haqqı əlimdə tük yoxdur. Stolun üstə biraz dağınıqdır, ona görə üzr istəyirəm uşaqlar. Bayaq video çəkmişik. İlk olaraq ciyərim yanır. Bir stəkan su için. Amma bildiyiniz kimi mən bu suyu düz içə bilmərəm. Ay Allah. Bu videoda ən çox xoşuma gələn şey mənim quyruqlarım oldu. Çiğ edəm indi. Beynimə qan sızır. Tez çək qardaşım. Necə içmə ha bunu? Hadi içir dəmə bunu. Ağzına tök yavaşcana. Burnuma tökülməsin nə olar. Boğularam, Sadiq ehtiyatlı ol. Sulama hemen gül deyirəm sənsin. Ağzıma su tökdü ki. Bir dənə də su içməliyəm mən bu videoda. Ehtiyatlı ol qardaşım sən nə olar ölüb eləyərəm. Abi beynimə qan sızır deyəsən. Ah, zarafat edirəm. Gözlə ağzıma töküyəm. Basta. Ağzıma su tökürsən sən. Kulağıma da tökmüsən, ağzıma su tökürəm sənə. Ağzıma deyirəm su tök. Kulağıma niyə tökürsən? Amma qəşəng tökmüşdüm. Bir dənə də elə tök içəcəm bu dəfə. Mənim səsim zadım dəyişdi. Ehtiyatla az tök də xiyar. Mən baksat deyiləm dalırım. Az tök. Az. Mən gözümü niyə bağlayırdım özdə? İçdim. Allah. Bir şey yenə gəldi. Bananın bu hissəsini mən yeməyəcəm. Sadiq Allah. Banan da qalmır əlimdə. Bunu yuyub yeyəcək sonra Sadiq. Allah bunu ye Sadiq. Mən qabağımda yeməkdən utanmadın heç? Yo. Yeyirəm. Ala. Uşaqlar bir şey belə yemədim. Mən necə yeyim? Dişlədim buna bax, dişimin izinə bax, qoparda bilmirəm. Limonu heç olmasa normal yeyəcək. Normal deyəndə təbii ki bizdə normallıq bilsizdə necə olur. Limonu belə bölürəm, içini çıxardıram. Çıxartdıq. İndi bunu yeyirik. Udana qədər yüzləyim bax, udacam. Ah, yedim. Hamısını. Ah, ağzıma bax. Allah. Belə videoların daha çox gəlmək üçün bu videoya like atmağı, kanala aşağıdan abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.